Salam, hər vaxtınız xeyir olsun, əziz tələbələr. Mən sizin informatika müəlliminiz Aynura Fətəliyeva. Bugün mən sizə 29 mart tarixində keçirilən OTK-dan magistr sınavının informatika fənnindən sual izahlarını verəcəm. Başlayaq 22-ci sualla. Bu Windows-la bağlı bir sual tipidir. Adətən qəbulda Windows-dan ya 2 ya da maksimum 3 dənə sual düşür. Sualımız File Explorer-la bağlıdır. File Explorer proqram pəncərəsində istifadəçiyə zəruri sualı Microsoft.com internet saytından açılan dialoq pəncərəsindən əldə etməyi təmin edən klaviatura düyməsi hansıdır? Bu bizim məlumat, kömək, sorğu almağımız üçün istifadə etdiyimiz F1 düyməsidir. Sualı sadəcə biraz gəlizləşdirib. Bilirsiniz ki, Windows-da fayl və qovluqların açılmasını təmin edən diskdə faylların, qovluqların saxlanma strukturunu həyata keçirən standart Windows sistem qovluğunda olan File Explorer proqramı var. Necə ki, demişdik ki, biz PDF-i açmaq üçün, musiqini açmaq üçün hər hansı bir proqrama ehtiyac duyuruqsa, File Explorer-da qovluqların açılmasını təmin edir. Və burada ribbonun üzərində Help düyməsi var. Qısa yolu F1-dir. Biz F1 düyməsi ilə, bu Help düyməsi ilə Microsoft-un öz saytından hər hansı bir məlumatı, köməyi, dəstəyi biz buradan ala bilərik. Yəni 22-ci sualın doğru cavabı D variantı olmuş olacaq. Baxaq 23-cü suala. 23-cü sual algoritmlə bağlı bir sualdır. Bilirsiniz ki, qəbulda algoritmlə bir dənə sual düşür və bu ildə qəbulda algoritmlə nəzəri bir sual gəlmişdi. Bizdən soruşur ki, doğru olmayan mülahizələri müəyyən edin. 1. İki budaqdan ibarət olan prosesə sadə, budaqlarının sayı 2-dən çox olan proses isə mürəkkəb budaqlanan struktur deyilir. Bəli, Dövlət İmtahan Mərkəzinin öz kitabında bu tərif qeyd olunub. Bu doğru bir fikirdir. Bir doğrudur. Bir olanları çıxırıq, çünki bizdən doğru olmayanları istəyir. 2. Tam formalı budaqlanmada məntiqi ifadənin qiymətindən asılı olaraq algoritm hər iki budaq istiqamətində yerinə yetirilir. Bu bilirsiniz ki, yanlışdır. Çünki ümumiyyətlə budaqlanan algoritmdə biz yalnız iki qoldan birində verilən əməliyyatı yerinə yetiririk. Baxın, budaqlanan algoritm bilirsiniz də, şərtdən asılı olaraq istiqamət seçilirdi. Əgər şərt doğruydusa ya S2 əməliyyatını icra edirdik, şərt yanlışdırsa S1 əməliyyatını. Yəni hər iki əməliyyatı icra etmirik. Aydındır? Və iki tip budaqlanan var idi. Tam, bir də natamam. Tamda hər iki qolda əməliyyat olurdu. Natamamda isə yalnız bir qolda əməliyyat olurdu. Və baxın, şərtdən asılı olaraq ya hə istiqamətini icra edirik, ya yox. Yəni hər ikisini yox. İki yoldan birini seçirdik budaqlanan algoritmdə. Bu yanlışdır. Götürək 2-ni, 2 olmayan variantları silək. Deməli, baxaq, üçüncüdə. Natamam formalı budaqlanma, budaqlardan birinin yerinə yetirilməsində heç bir dəyişiklik baş vermədikdə tətbiq olunur. Bu da doğrudur. Dövlət İmtahan Mərkəzinin öz kitabında bu cümlə var. Baxın, natamamda yalnız iki qoldan birində əməliyyat icra olunurdu. Yəni, məsələn, tutaq ki, yox qolunda, məsələn, elə bir şərtdir ki, artıq burada heç bir dəyişiklik baş vermir. Yəni, yox olduğu halda bizə nəyinsə hesablanması maraqlı deyilsə, o zaman natamam budaqlanmadan istifadə edirlər. 3 doğrudur. 3-ü də silsək, doğru cavab A variantı. Amma davam edək yenə də. 4-də deyir ki, sadə dövrü struktur 2, mürəkkəb dövrü struktur isə bir digərinə daxil olan 3 və daha çox dövrdən ibarət olur. Bu doğrudur. Dedək ki, yox, yanlışdır. Nəyə görə? Çünki, baxın, bizdə sadə dövr nə idi? Sadə dövr bir dövrdən ibarət olmalıydı. Mürəkkəb isə bir digərinə daxil olan 2 və daha çox dövrdən ibarət idi. Aydındır? Ona görə də sadə dövr 2 yox, bir dövrdən ibarət olmalıdır. 4-də yanlışdır. 5 nəyə görə yanlışdır? Eyni ədədin faktorialının hesablanması budaqlanan strukturlu algoritmə aiddir. Xeyr, faktorialın hesablanması bu dövrü algoritmdir. Nəyə görə? Artıq biz çünki eyni bir əməliyyatı 2 və daha artıq sayda icra edirik. Hər hansı bir ədədin faktorialının tapılması isə, düzdür, hər hansı bir ədəd demək olmaz. Məsələn, 2-ni 3-ü biz götürə bilərik, necə deyərlər, budaqlanandan, amma daha çox belə deyək də,
Elə faktorialın tapılmasını dövrü alqoritmə aid eləsək daha düzgün olacaq. Deməli 5 də yanlışdır. 6-cı. 3 ədəddən ən böyüyünün tapılması budaqlanan alqoritmə aiddir. Bu doğru bir fikirdir. Baxın göstərim sizə. Əgər 2 və ya 3 ədədi müqayisə ediriksə, 2 və ya 3 ədəd arasında ən böyüyünü, ən kiçiyini tapırıqsa, bu budaqlanan alqoritmdir. Amma əgər 4 və 4-dən artıq ədədi müqayisə ediriksə, artıq bu dövrü alqoritmdir. Və 3 ədəddən böyüyünü tapırıqsa, bu budaqlanandır. Bu da doğru bir fikirdir. Yəni 23-cü sualda doğru cavab A variantı olmuş olacaq. 24-cü sual akseslə bağlı bir sualdır. Aksesdən də qəbul adətən 2 dənə sual düşür. Biri daha çox riyazi, biri də isə nəzəri sual olur. Aksesdə hansı sahə tiplərini indeksləşdirmək olmaz? İndeksləşdirmək belə bir şey deyək də, sanki hər hansı bir verilərin nömrələnmək kimi bir şeydir. İndi baxacağıq buna sizlə. Deməli, hansı sahələri indeksləşdirmək olmaz? OLED tipini, bir də attachment tipini, o da bilirsiniz də multimedia tipli verilənləri özündə daşıyır. Attachment isə qoşmadır, hər hansı bir tutaq ki, istifadəçi haqqında şəkili, nə bilim, elektron post ünvanını və yaxud ki, nələrsə daşıyır. Deməli, doğru cavab 24-də B variantı olacaq. Görək, bəs indeksləşdirmə nədir? Bunu biz aksesdə əslində görə bilərik, sahə tiplərində. Bir dəqiqə aksesdə də sizə göstərim. Şey diyeceğim ya. Mesela burada tutaq ki, sahə tipinə ola versək. Buradan indeks gəlmədi. Bir dəqiqə indeksi seçək. Hər hansı bir sahə tipi olsun. Baxın, burada gəlir indeks. İndeksləşdirmək olur. Bəs indeks nədir? Deməli, təkrarlanan qiymətlərin, yəni dublikatın daxil edilməsinin qarşısının alınmasıdır. Yəni, belə deyək də, sütuna daxil edilən verilənlərin təkrarlanmasının qarşısını almaq üçün onu indeksləşdiririk ki, artıq o nömrəliyirik də sanki, artıq o təkrarlananda bizə məlumat verilsin. Və indekslər cədvəllərdən məlumatların axtarışını sürətləndirən ən effektiv vasitələrdən biridir. Və indeks sahələrində məlumatlar avtomatik sıralanır və verilənlərin tipində OLE və attachment olan sahələri indeksləşdirmək olmaz. Yəni 23-də, 24-də doğru cavab B variantı olmuş oldu. Növbəti sual 25. Hansı fayl sistemi avtomatik olaraq işin sonunda faylı şifrələyir və faylın açılması zamanı onun şifrəsini açır? Deməli, bu əməliyyat sistemləri ilə bağlı bir sual tipidir. Son vaxtlar belə deyək, fayl sistemlərindən daha çox sual düşür əməliyyat sistemlərində. Bu, Dövlət İmtahan Mərkəzinin öz kitabından olan bir fraqmentdir. Baxın, Windows əməliyyat sistemində EFC, yəni şifrələmə fayl sistemindən də istifadə olunur. Bu fayl sistemi interface fayl sisteminin bölməsində yerləşməklə fayl və qovluqları şifrələyir və EFC fayl sistemi avtomatik olaraq işin sonunda faylı şifrələyir və faylın açılması zamanı da onun şifrəsini açır və sistem fayllarını şifrələmir və fayl və qovluqların şifrələnməsi açıq açarla yerinə yetirilir. Bu da deməli iki cür açar olur əslində. EFC-də bir açıq açar, bir də ki, bağlı açar, public key, bir də private key, belə bir şeylər. Bunu da yadınızda saxlayın. Bu məlumat da kim istəsə skrin edib oxuya bilər. Yəni 25-ci sualda doğru cavab A variantı olmuş olacaq. Baxaq 26-cı suala. OCI modelinin hansı səviyyələri paketlər adlanan ötürülən verilənlər blokları axınının idarə olunmasını təmin edir? Baxın, OCI modeli bilirsiniz də nə idi? OCI modeli Open System Interconnection idi. Açıq sistemlərin qarşılıqlı əlaqələndirilməsi. Yəni, bir qurğudan digər bir qurğuya məlumat ötürüləndə o müəyyən standartlardan, səviyyələrdən keçib gedirdi.
və lokal şəbəkə ilə bağlı bir sual tipidir. Adətən qəbulda bir dənə sual düşür lokal şəbəkələrdən və bütün verilənlər bu standartlardan keçib gedirdi, standart səviyyələrdən. O sayın da 7 səviyyəsi var idi. Bilirsiniz, ən aşağı fiziki, ən yuxarı isə tətbiqidir. Paket görürüksə, xəbər, paket, axın bu şəbəkə səviyyəsidir. Gəlin mən bunu sizə göstərim. Deməli, baxın elə burada danışmışıq səviyyələrdən göstərim sizə. Deməli, baxın, o sayın şəbəkə səviyyəsində açar söz, xəbər, paket, axın, marşrutlaşdırma, səhvlərin düzəldilməsi. Gəlin mən sizə şəbəkə səviyyəsini belə də göstərim. Şəbəkə network layer. Baxın, 0-1-ləri, məlumatları, verilənləri, dataları paketləşdirir və düzgün ünvanı tapmağa kömək edir bu səviyyə həm də belə. Yəni 26-cı sualda doğru cavab A variantı olmuş olacaq. Növbəti sual 27. Sənədləri paralel olaraq eyni vaxtda vərəqləmək üçün istifadə olunan sinxron sürüşdürmə düyməsi hansı lent tabında yerləşir? Bu view lent tabındadır. Gəlin buna baxaq. Deməli, Word ilə bağlı sualda bilirsiniz ki, Word-də adətən qəbulda 4 və yaxud da ki, 3 dənə sual düşə bilər. View tabına gəlirik. Baxın, buradan biz nə iş görək? Birinci başqa bir səhifədə açaq. Daha sonra baxın view-yə gələk. Windows lent qrupunda view side by side deyirəm. Yəni aktiv olan istədiyim iki pəncərəni mən yan-bayan side by side düzə bilərəm. Burada Windows-da baxın sinxron scrolling əmri aktivdir. Mən indi scroll barlarla bunu sürükləyəcəm sinxron şəkildə, paralel şəkildə. Görürsünüzmü? Bax, söhbət bu əmrdən gedirdi. O da view tabındadır, Windows lent qrupunda. Növbəti sual 28. Lent interfeysinin layout tabının köməyi ilə yerinə yetirilən əməliyyatı müəyyən edin. Yenə Word-lə bağlı bir sualdır. A variantı. Obyektlərin avtomatik adlandırılma rejiminin quraşdırılması. Captionlar. Obyektlərin adlandırılması bu reference lent tabındandır. Bu oradan deyil, bu referensdəndir. Göstərirəm indi sizə. B variantı. Sənədin fon görünüşünün rənginin dəyişdirilməsi. Bu dizayn tabındandır. Tək və cüt səhifələr üçün fərqli sərlövhələr əlavə olunması. Bu həm fayl tabından ola bilər, həm də layout tabından ola bilər. Bu da cavabımız. D variantı. Sənəddəki mətnin səsli ifadə olunması. Bu review tabındadır. Y variantı. Göstəricilər siyahısının yaradılması. Bu da referens tabındadır. İndi göstərim hamısını sizə. Birinci digərlərini göstərim, sonra tək və cüt səhifələr üçün fərqli sərlövhələri göstərirəm sizə. Deməli, A variantı. Obyektlərin avtomatik adlandırılma rejiminin quraşdırılması. Bu referensdir, gəlin baxaq. Deməli, baxın, referensdə biz captiondan hər hansı bir şəklə, cədvələ, fiqura ad verə bilərik. O sosial şəbəkələrdə var idi, şəkil məndən, caption, başlıq səndən olsun, odur. Deməli, sonra burada var indeks. İndeks mövzu göstəricisidir. İndeksdən iş görür. Deməli, mətndə vacib olan söz və söz birləşmələrini daxil edir və səhifə nömrəsini göstərir. Məsələn, tutaq ki, bu mətndə video sözü çox vacib söz və yaxud da ki, söz birləşməsidir. Onu daxil edir bura və səhifə nömrəsini göstərməklə. Aydındır? Bax belə. Sonra nə var idi orada? Səsli tələffüz, mətnin səsli tələffüzü o review'dandır. Speech lent qrupundadır. Read Video aloud. provides a powerful way to help you prove your point. Səsləndirir bizim mətni. Bunları sürətli göstərirəm. Bir də sənədin, belə desək ki, fon görüşünün rənginin dəyişdirilməsi. Sənədin fon rəngi isə dizaynlandır təbii ki, page background da page color əmri ilə. İndi gəlin baxaq tək və cüt səhifələrin color titulunun fərqləndirilməsinə. Baxın, bunu hardan eləyə bilərik? Bu çox məşhur bir sualdır əslində. File bir ara gündəmdə, indi desən yenə gündəmə gəlib. Baxın, file tabından olur bu. Layout tabından olur bu. Yaza bilmirəm. Layout tabından olur bu. Bir də header and footer alət tabından. Footer, dəqiqə səhv yazdıq bunu. Bunu biraz qalınlaşdıraq. Hətta bunu çərçivəyə alaq. All border deyək bir dəqiqə.
Aha. Baxın, tək və cüt səhifələrin Calendly ilk səhifənin Calendly necə fərqli edə bilərik? Calendly bilirsiniz də nədir? Yuxarı aşağı sərlövhə. Yəni bütün səhifələr boyunca təkrarlanan başlıqlar, adlıqlar. Məsələn, burada Aynur Hidədir. Baxın, mən hal-hazırda birinci səhifədəyəm, düzdürmü? Mən fayl tabından, printdən, page setupdan və yaxud da ki, layoutdan, page setupın dialoq pəncərəsindən. Bu arada bu da qəbul sual olub bilirsiniz. Page setupın 3 dənə pəncərə əlavəsi var. Margins, paper və layout. Baxın, layouta baxın. Different odd and even. Different first page. Yəni, mən tək və cüt səhifələrin, ilk səhifənin Calendly toolunu fərqli eləyə bilərəm. Hazırda bu aktivdir. Baxın, mən tək səhifənin Calendly toolunu fərqli eləmişəm. Məsələn, tək səhifələrimdə Aynur yazır. Amma keçirəm növbəti cüt səhifəyə, ikinci səhifəyə, orada təkcə səhifə nömrəsi var. Aydın nə demək istəyirəm? Bunu bir də hardan eləyə bilərik? Bilirsiniz ki, Header and Footer alət tabını açanda, əlavə eləyəndə və yaxud da ki, belə deyək də, biz sənədə sərlövhə daxil etdiyimiz zaman onlarla iş üçün eyni adlı Header and Footer adında alət tabı açılır. Deməli, baxın, mən buradan Options'dan Different Odd and Even deyib, məsələn, cüt səhifənin Calendly toolunu fərqli eləyə bilərəm. Məsələn, bura yazacaq Master Alpha. Baxın. Gördünüz, artıq cüt səhifələrdə Master Alpha oldu. Amma tək səhifələrdə elə yenə Aynur qaldı. Aydındır? Yəni, tək və cüt səhifələrin ilk səhifənin Calendly toolunu siz fərqli eləyə bilərsiniz. File tabından, page setupdan, layoutdan, page setupdan, bir də header and footer eyni adlı alət tabından. Yəni 28-ci sualın doğru cavabı C variantı olmuş oldu. 29-cu sual yenə Word-lə bağlı bir sualdır. Hansı seçilmə əməliyyatı doğru deyil? Kursorun olduğu cümlənin seçilməsi. Bu doğrudur. Göstərəcəm indi sizə. Tək səhifələrin seçilməsi. Bu doğru deyil. Çünki bizim tək səhifələri seçmək kimi bir əmrimiz, rejimimiz yoxdur. C variantı doğrudur. Eyni formatda olan mətn fraqmentlərinin seçilməsi, bütün sənədin seçilməsi var. Səməddəki obyektlərin seçilməsi var. Gəlin baxaq. Kursorun olduğu cümləni biz necə seçirik? Təbii ki, hər birinin müxtəlif yolları ola bilər. İndi mən sadəcə bir-iki dənə məşhurunu deyəcəm. Tutaq ki, baxın, biz kursoru saxlayırıq bu cümlədə. Ctrl və mouse'un sol düyməsini sıxsaq, kursorun olduğu cümlə seçilir. Sonra Home-da, Editing-dən, Select-dən, Select All desək və yaxud da ki, bilirsiniz, Ctrl-A desək və yaxud da ki, məsələn, F8 düyməsini 5 dəfə sıxsaq və yaxud da ki, məsələn, bu sol boşluq paneldə mouse'un sol düyməsini 3 dəfə ardıcıl sıxsaq, yenə bütün mətni seçmiş oluruq. Aydındır? Yəni, bütün sənədin seçilməsi rejimləri də var. Select Object-lə biz sənəddəki obyektləri seçə bilərik. Məsələn, gəlin baxın. Mən bir obyektlər, fiqurlar əlavə edirəm bura. Məsələn, ta ki, biri ulduz olsun. Bir dənə də biz əlavə eləyəm. Məsələn, ürək. Baxın. Home-da, Editing-də, Select-də, Select Object deyirik. Baxın. Obyektlər seçilir. Aha, belə bir şey. Sonra Select All Text with Similar Formatting var. Bu eyni formatlı sözləri seçir. Məsələn, baxın, look və produce sözünün, daha doğrusu, sözünün formatları eynidir. Baxın, select all text with similar formatting deyirəm. Baxın, eyni formatda olan sözləri seçdim. Amma tək səhifələrin seçilməsi deyə bir, necə deyərlər, əməliyyat yoxdur. 30-cu sual. İnternetlə bağlı, qlobal şəbəkələrlə bağlı bir sualdır. Qlobal şəbəkələrdən də adətən 2 dənə və ya ki, 1 dənə sual gəlir. Telnet xidməti hansı məqsədlə istifadə olunur? Bilirsiniz ki, internetin bizə sunduğu bir sıra imkanlar, bir sıra xidmətlər var. Bəs telnet xidməti nədir? Baxın, məsələn, hal-hazırda mən sizə Zoom vasitəsilə video rekord edirəm. Biz Zoom, Google Meet, Microsoft Teams vasitəsilə müxtəlif onlayn dərslərə, görüşlərə qoşuluruq. Baxın, həmin o, necə deyərlər, qoşulmaların, görüşlərin hər biri bu xidmət sayəsində baş verir. Yəni, bir sözlə buna deyirlər, belə desək ki, yox, üzr istəyirəm, o Usenet xidmətidir, mən qarışdırdım.
Telnet xidmətindən danışırıq. Hə, telnet xidməti bilirsiniz nədir? Buna deyirlər uzaqda yerləşən kompüterlərə emulyasiya xidməti. Uzaqda yerləşən kompüterlərə emulyasiya. Məsələn, TeamViewer proqramı bəlkə də eşitmisiniz. Məsələn, bu xidmət sayəsində və o proqram sayəsində tutaq ki, biri rayondadır, kompüterində hər hansı bir problem var. Mən onun kompüterinə qoşula bilərəm və orada hər hansı bir işi görə bilərəm. Bir dəqiqə. Ağacvari menyu vasitəsilə mətin fayllarının axtarışı Gopher xidmətidir. İnternetdə resursların axtarılması və onlara əlitərliyin təmin edilməsi. Bu www xidmətidir. İnformasiya mübadiləsində ümumi maraqları olan insanları birləşdirmək. Bu Usenetdir, bayaq dediyim. Sənədlərin, faylların, mətinlərin ötürülməsi FTP xidmətidir. C variantı. İnternet şəbəkəsinə qoşulan digər kompüterlərə eyni adlı protokolla daxil olmaq. Yəni, telnet bir başqa kompüterə daxil olma imkanı verir bizə C variantı. Gəlir 31. Monitorun ekran pikselinin qiyməti ilə bağlı olan doğru fikri müəyyən edin. Gəlin baxaq. Ekran pikseli haqqında məlumatlara baxaq daha sonra. Bu da yenə Dövlət İmtahan Mərkəzinin ekran pikselinin qiyməti haqqındakı, belə desək ki, məlumatlarıdır. Bu göstərici ekrandakı nöqtənin minimal ölçüsünü, minimal qiymətini göstərir. Bu parametr alınan təsvirin keyfiyyətinə bilavasitə təsir edir. Bu nöqtə nə qədər böyük olarsa, təsvirdə o qədər kobud alınır. Əksinə, kiçik olanda təsvir keyfiyyətli olur, piksellərin qiyməti. Bir qayda olaraq ekranın ölçüsü 15 düym olan monitorlar üçün bu nöqtənin qalınlığı 0,128 mm, daha keyfiyyətli modellərdə isə 0,25 mm olur. Yəni, kiçildikcə ölçü, görüntünün keyfiyyəti artır. Bax, belə. İndi bizə deyir ki, bu parametr alınan təsvirin keyfiyyətinə bilavasitə təsir etmir. Əksinə, təsir edir. Bu yanlışdır. Bu kəmiyyət vasitəsilə monitorda yerləşəcək nöqtələrin sayı təyin edilir. Baxın, nöqtələrin sayı nədir onu göstərim sizə. Nöqtələrin sayı monitorun seyrəklik qabiliyyətidir. Ekran pikselinin qiyməti deyil. Video rejimdir nöqtələrin sayı. Aydındır? Bu da yanlışdır. C variantı. Bu göstərici iki kəmiyyəti üfüqi və şaquli istiqamətdə nöqtələrin sayını təsvir edir. Dedik ki, nöqtələrin sayı seyrəklik qabiliyyətidir. Y variantı deyir, bu nöqtə nə qədər kiçik olarsa təsvir də o qədər kobud alınır. Xeyr, kobud alınmır. Əksinə, keyfiyyətli olur. Böyük olanda kobud alınır. D variantı doğrudur. Dedi ki, bu göstərici ekrandakı nöqtənin minimal ölçüsünü, minimal qiymətini göstərir. Bəli, 31-ci sualda doğru cavab D variantı olmuş olacaq. Növbəti sual 32-ci sual. Kompüter viruslarının əlamətlərinə görə uyğunluğu müəyyən edin. Gəlin baxaq buna. 32-də deyir ki, kompüter viruslarının əlamətlərinə görə uyğunluğunu müəyyən edin. Bilirsiniz ki, virus ziyanverici proqramdır. Çox olma qabiliyyətinə malik olan, yayılma qabiliyyətinə malik olan ziyanverici proqramlardır. Viruslar müəyyən əlamətlərə görə təsnif olunur. Yaşayış mühitinə görə, yaşayış mühitini yolluqdurma üsuluna görə, destruktiv, yəni dağıdıcı imkanlarına görə, algoritmik xüsusiyyətlərə görə, yəni yazıldığı məntiqi algoritmə görə. İndi baxaq. Yaşayış mühitinə görə virusların görək hansı növləri var. Baxın, yaşayış mühitinə görə var fayl yükləmə və şəbəkə. Yəni, birə uyğun gələcək B variantı. Yaşayış mühitinə görə rezident və qeyri-rezident, daha doğrusu yaşayış mühitini yolluqdurma üsuluna görə rezident və qeyri-rezident. Bilirsiniz də, rezident viruslar əməli yaddaşda daimi yerləşir, qeyri-rezident isə müvəqqəti olaraq yerləşir. Algoritmi xüsusiyyətlərinə görə çoxdur. Makroviruslar, polimorflar, kompanyonlar, tələbələr, troyanlar, çoxlucanlar, parazitlər. İmmunizator antivirusun növüdür. Gedir. Rezident, qeyri-rezident getdi. Filtr detektor müfəttiş antivirusun növüdür. Getdi. Algoritmi xüsusiyyətlərinə görə kompanyon, çoxlucan və parazit. Yəni 32-də doğru cavab olacaq 1B, 2D, 3A. Doğru cavab 32-də B variantı olmuş olacaq. Növbəti sual 33-cü sual artan sıra ilə düzün. Baxaq bu suala.
Bir dakika. Bir saniye. Bunu niye buraya girdim? Qal 33. Artan sırayla düzün. Deməli, bu sualda biz nə edəcəyik? Burada müxtəlif ölçü vahidlərində ədədlər verib və bizdən onu artan sırayla düzməyimizi istəyir. Artan sıra, yəni kiçikdən böyüyə doğru. Əslində bunların hamısını eyni ölçü vahidinə gətirmək bir balaca bizə çətinlik törədəcək, amma yenə də gəlin bunu çevirək. Megabayta gətirək. Deməli, birincinin biz megabayta gətirsək, 240 bitdir. Biz bilirik ki, bitdən megabayta keçəndə 223-ə bölürük. 240-ı bölürəm 223-ə. Böləndə qüvvət üstlər çıxılır. 40-dan da 23 çıxanda qalacaq 217 megabayt. Deməli, bu bizə verdi 217 megabaytı. Sonra ikinci 65536 kilobaytdır. Bilirik ki 1 megabayt 1024 kilobaytdır. Kilobaytdan da megabayta kiçikdən böyüyə doğru keçəndə biz bölürük 1024-ə. 65536 216-dır. Bölürəm 210-a, qalır 206, yəni 64 megabayt. Bilirik ki 1 gigabayt 1024 megabaytdır. 8 gigabaytımız da 8 vur 1024, yəni 8192 megabaytdır. Bu da 213 eləyir. Hətta belə də yaza bilərik. 12 megabayt olduğu kimi qalsın. 128 bayt da olduğu kimi qalsın. Baxın, digərləri megabaytlandır. Bir dənə 5-cini çevirmədim. 5-ci 128 bayt. Aydın məsələdir ki, 128 bayt megabaytlardan kiçik olacaq. Çünki 1 megabaytımız elə 220 baytdır. Deməli, ən kiçik 5-dir bizdə. Ən kiçik 5. Sonra hansı ən kiçikdir? Təbii ki, 12 megabayt. Sonra gəlir 4. Sonra gəlir 64 megabayt, yəni 2. Sonra gəlir üçüncü, yəni 213 megabayt. Sonra gəlir ən böyükdə bizdə 217 megabaytdır, yəni birincidir. A variantı olacaq doğru cavab. 33-də 5, 4, 2, 3, 1. Yəni 1, 2, 3-ü megabayta çevirdim. 4 zaten megabaytlandır. Onları müqayisə eləmək daha rahatdır eyni vahiddə. 128 bayt isə aydın məsələdir ki, megabaytdan 1 megabaytdan böyük olduğu üçün artıq müqayisə daha rahat olur. Keçək növbəti suala, 34-cü sual. Bir 8 üstü 12 onluq ədədinin 16-lıq say sistemindəki təsvirində olan ilk rəqəmi müəyyən edin. Əslində bunun bir çox yolları var, amma mən sadə qaydanı sizə deyəcəm. Bunu bir çox sınaq izahında biz demişik. Deməli, belə deyək də, bütün say sistemlərindən, daha doğrusu onluqdan bütün say sistemlərinə keçidin rahat qaydaları var. Onlardan biri odur ki, əgər məsələn, tutaq ki, sən onluqdakı ədədi 16-lıq say sisteminə çevirirsənsə, və həmin ədədi sən 16 üstü n şəklində yaza bilirsənsə, yəni həmin ədədi sən 16-nın qüvvəti şəklində yaza bilirsənsə, artıq həmin ədəd 16-lığa çevriləndə sənə verir 1, yanında da qüvvət qədər 0. Məsələn, tutaq ki, siz 16 üstü 2 ədədini onluğa çevirirsinizsə, o onluğa çevriləndə sizə verir 1, yanında da qüvvət qədər 0. Aydındır, yəni 2 dənə 0 verir. İndi baxaq. Bəs yaxşı, 8 üstü 12 onluq ədədini biz necə 16 əsasa gətirəcəyik? 8 bilirsiniz ki, 2 üstü 3-dür, üstü 12. Bu bizə verir 2 üstü 36-nı. İndi biz bu 2-ni 16 eləməliyik, yəni 16 əsasa gətirməliyik. Biz də bilirik ki, 16 2 üstü 4-dür. Aydındır? Yəni bu 36-nın içindən 4-ü götürməliyəm. 4 vuruğunu. Deməli, 36-nı bölürük 4-ə. Düşür 9 dəfə. Düzdürmü? Yəni, mən 2 üstü 36-nı yaza bilərəm 2 üstü 4 üstündə 9. Bu da mənə verir 16 üstü 9. Baxın, 16 üstü 9 ədədi də 16-lığa çevriləndə bizə verir 1, yanında da 9 dənə 0-ı. Bizə deyir ki, bunun ilk rəqəmini müəyyən edin.
İlk rəqəmimiz də 1 olacaq. 34-cü sualda düzgün cavab C variantı. Baxaq növbəti suala, 35-ci sual. Excel 2019 proqramında hansı lent tabından bir fraqment əks olunmuşdur? Yadınızda qalsın. Əgər siz sort, filter, süzgəc bunları görürsünüzsə, əmr kimi bu həm home tabındadır, həm data tabında. Amma lent qrupu görürsünüzsə, sort and filter lent qrupu, yəni verilənlərin çeşidlənməsi və yaxud da ki, müəyyən sıralama ilə düzülməsi, bu isə data lent tabındadır. Gəlin baxaq istəyirsiniz vizual olaraq da. Deməli, baxın. Yəni mən şərtləri ödəyən verilənləri biz çeşidləyirik, sıralayırıq. Bax belə. Baxın, data lent tabında sort and filter lent qrupu yerləşir. Növbəti sual 36. Modemin buraxılış qabiliyyəti, deməli, nədir bu? 204.800 bps-ə bərabərdir. Bu modemin sürətinin 12.800 baud olduğunu bilərək analog siqnallarının tutumunu tapın byte-la. Baxın, modemin buraxılış qabiliyyəti bit per second iki parametrlə xarakterizə olunur. Bir baudla, bir də ki bitlə. Baud modemin informasiyanı ötürmə sürətidir. Deməli, bit isə orada bilirsiniz də, modem həm də analog siqnallarla işləyir. Telefon xətlərindən gələn analog siqnalları rəqəmsala çevirir. Həm də analog siqnalların həcmidir bitdə. Baxın, düsturumuz belə idi ki, BPS bərabərdir, baud vurulsun bitə. Bizdən biti soruşur. Bit nəyə bərabər olar o zaman? Bit də bərabərdir. BPS-i bölürük nəyə? Boda. BPS-i bölək boda. Baxın, BPS-imiz 204.800-dür. Sonra bodumuz isə 12.800-dür. Sıfırlar ixtisar gedir. 2048 2 üstü 11-dir. 128 2 üstü 7-dir. Böləndə qüvvət üstləri çıxılır. Qalır 2 üstü 4. Yəni 16 bit. Amma cavabı bizdən byte-la istəyir. Biz də bilirik ki, bitdən byte-a keçəndə 8-ə bölürük. 16 biti 8-ə bölürük. Cavab qalır 2 byte. Yəni, normalda cavabımız 16 bitdir. Amma byte-la istəyir də, artıq onu byte-a keçmək üçün 8-ə böldük. 16 bitdə 2 byte-dır. Doğru cavab D variantı 36-cı sualda. Baxaq növbəti suala. 37. PowerPoint 2019 proqramında təqdimatın görünüş rejimlərinə aşağıdakilərdən hansı aid deyil? PowerPoint-la da bağlı qəbula adətən 2 dənə sual düşür. Görünüş rejimlərindən də dəfələrlə suallar gəlir. PowerPoint-in 5 dənə görünüş rejimi var. Gəlin onlara baxaq. Aydındır ki, bilirsiniz də, PowerPoint-da görünüş rejimləri View tabında yerləşir. Baxın, View tabında yerləşir. Demək, 5 dənə görünüş rejimimiz var. Normal, Outline View, Slide Sorter, Notes Page və Reading View. İndi bizə deyir ki, onun görünüş rejimlərinə aid deyil. Custom View deyə PowerPoint-in bir görünüş rejimi yoxdur. Bu Excel-də görünüş rejimlərinin içərisində yerləşən bir əmrdir. Deməli, 37-ci sualın düzgün cavabı, üzrlü sayın, Y variantı olmuş olacaq. Baxaq növbəti suala, 38-ci sual. İş kitabında olan vərəqlər hansı tipdə ola bilməz? Bilirsiniz ki, Excel-də yaradılan faylın adı iş kitabı gedir, book gedir. Və iş kitabımız sheetlərdən, iş vərəqlərindən ibarətdir. Excel-də iş vərəqinin 4 növü var. Gəlin bunları görək. Deməli, iş vərəqi üzərində sağ düyməni vurub kontekst menyudan insert əlavə et deyirəm. Və mən burada iş vərəqinin 4 növünü görürəm. Worksheet, elə adi bildiyimiz iş vərəqi gedir. Biz adətən bununla işləyirik. Chart sheet adından da görünür diaqram vərəqləri. Makro sheet, makroslarla, makro əmrlərlə işləyən makros vərəqləri. Bir də var dialog sheet, dialog vərəqləri. İndi baxaq. Worksheet var. Bizdən ola bilməzi soruşur. Worksheet var. Birləri çıxırıq. Report sheet yoxdur. Dialog sheet var. 3-ləri çıxaq. 2 olmayanlar da çıxaq. Makro sheet var. 4-ləri çıxaq. Chart sheet var. 5-ləri çıxaq. Form sheet yoxdur. Query sheet yoxdur. 2, 6, 7 doğru cavab Y variantı olmuş olacaq. Növbəti sual. 39.
Eyni vaxtda bir neçə proqramın yerinə yetirilməsi neçənci nəsil kompüterlərdə mümkün oldu? Gəlin görək üçüncü nəsildə nələr baş vermişdi. Bilirsiniz ki, EHM-lər, yəni elektron hesablama maşınları, belə desək ki, element bazasına görə və yaranma tarixinə görə nəsillərə bölünürdü. Multiproqram rejimi nə idi bəs? Multiproqram rejimi bir neçə proqramdan eyni anda istifadə edir. Yəni, məsələn, hal-hazırda mən bir neçə proqramdan eyni anda istifadə edirəm. Zoom-dan, Microsoft Edge-dən, Paint-dən, nə bilim, Chrome-dan, PowerPoint-dən, Excel-dən bir neçə proqramdan eyni anda istifadə, yəni multiproqram rejimi 3-cü nəsildə meydana gəlmişdi. 39-cu sualın düzgün cavabı A variantı olmuş olacaq. Baxaq növbəti suala. 40. Verilənlər bazasının hansı modelində verilənlər bazasının məntiqi sxemi, nisbətlər sxemi şəklində təsvir olunur? Baxın, bilirsiniz ki, verilənlər bazasının 4 dənə modeli var idi, düzdürmü? Və əgər nisbət deyirsə, cədvəl deyirsə, iki ölçülü cədvəl deyirsə, fayl deyirsə, bu relyasiya modelidir. Aydındır? Nisbət bizim bildiyimiz adicə cədvəl idi və nisbət sözünü, cədvəl sözünü görürsünüzsə, bilin ki, bu relyasiya modelidir. 40-cı sualda doğru cavab C variantı olmuş olacaq. Növbəti sual 41-ci sual. Təqdimatda olan slaydların bölmələrə ayrılması ilə bağlı verilən fikirlərdən yanlış olanı müəyyən edin. Deməli, deyir ki, home tabından etmək mümkündür. Bu doğrudur. Baxın, home tabında, yəni bir dəqiqə. Bu doğrudur. Məsələn, baxın. Məsələn, home tabında slides bölməsindən section deyib, mən müəyyən slaydları başqa bir bölmələrdə yerləşdirə bilərəm. A doğrudur. Bizdən doğru olmayanı soruşur da, deyəsən, yanlış fikri, bəli. Doğru olmayanı istəyir. B. Təqdimatda olan slaydlar 3 bölməyə ayrılmışdır. Baxın, bu da doğrudur. Bölmələrdən biri qlobal şəbəkələrdir, digəri modemdir, digəri isə internet protokollarıdır. Bəli, 3 bölmə var. Bu da doğrudur. C. Təqdimatda olan slaydların sayı 11-dir. Baxın, deməli, bir balacalaşdıraq. Deməli, baxın, 1, 2, 3 dənə slayd burada, 4, 5 dənə slayd burada. İnternet protokollarında da 6 dənə slayd var. Sayı orada qeyd olunub. Bəli, 11 dənə slayddır. Bölmələrin adını dəyişmək mümkündür. Bəli, bu da doğrudur. Y-də yazıb ki, insert tabından etmək mümkündür. Xeyr, bu yanlışdır. Çünki biz bölməni ancaq home tabından əlavə edə bilirik. Düzdür, insertdə də new slide əmri var, amma bölmə əlavə etmək yalnız home tabından mümkündür. Y variantı yanlışdır. 42-ci sual. Aha, görək bu suala biz necə cavab verə bilərik. Gəlin bu sualın düzgün həllini yazmaq üçün onu kənarda sərgəli şəkildə yerləşdirək. Bilirsiniz ki, mən sizə əvvəlki videolarda göstərmişəm ki, rəng məsələsində biz nələr edə bilərik. Bilirsiniz ki, şəkillər, təsvirlər ibarət olur piksellərdən və nöqtələrdən. Düzdürmü? Biz rəng məsələsində nə iş görürdük? Hər şeyi vururduq bir-birinə. Cavab hər zaman bitli olurdu. Həcmi tapan zaman rəng çaları, rənglər, palitra deyirdiksə, vururduq qüvvətə. Yəni, 256 rəng deyirsə, vururduq 256, 208 olduğu üçün 8 bitə. Rəng dərinliyi, rəng tərtibi desə özünə vururduq. Yəni, 256 rəng dərinliyi deyirdiksə, vururduq 256-ya və nəyi soruşurdusa, yerinə X yazırdıq. Bilirsiniz ki, şəkillər, təsvirlər piksellərdən, nöqtələrdən ibarətdir. Biz piksellərin sayını vururduq bir pikselin həcminə. Deməli, 256 vurulsun 384, vurulsun bir pikselin həcmi bilmirik nə qədərdir, n bit götürürük. Bərabərdir 72 kilobayta, yəni ümumi həcmə. Aydındır ki, buradan n-i tapmaq üçün 72 kilobaytı biz bölməliyik digərlərinin hasilinə. Yəni 256 vurulsun 384-ə. Baxın, bu da bitnəndir.
İndi biz kilobaytı bitə çevirməliyik. Bizdə gəlirdi bit, sonra bayt, sonra kilobayt, düzdürmü? 1 baytımız 8, 2 üstü 3 bit idi. 1 kilobayt 210 bayt idi. Kilobaytdan bitə, yəni böyükdən kiçiyə keçəndə vururduq. Nəyi vururduq? Ortadakı kişinin qüvvətlərini toplayırdıq. 10 ilə 3-ü topladıq 13. Yəni 72-ni vururam 2 üstü 13-ə. 256, 2 üstü 8-dir. 384-ü də mən 3 vur 128 kimi yaza bilərəm 384-ün yerinə. Deməli yazıram 3 vur 128. 128 də bilirsiniz ki 2 üstü 7-dir. Baxın 2 üstü 8, 2 üstü 7 bizə nə verir? Verir 2 üstü 15-i. Vuranda üstlər toplanır. 2 üstü 15 ilə 2 üstü 13 ixtisar aparırıq. Qalır 2 üstü 2, yəni 4. 72-ni də 4-ə bölürük, qalır 18. 18-i də bölürük 3-ə, qalır 6. İndi biz tapdıq ki, bir pikselin həcmi 6 bitdir. Düzdürmü? Bəli, uşaqlar, biz tapdıq ki, artıq bir pikselin həcmi 6 bitdir və bizə deyir ki, görüntünün rənglər palitrasında ən azı neçə rəng mövcuddur. Bilirsiniz ki, biz hər zaman rənglər palitrasında maksimal sayı tapırıq. Ən çox neçə rəng var, onu tapırıq, amma bu dəfə əksinədir. Belə düşünün də, yəni elə bir əlifba götürməliyik ki, biz orada bir pikselin həcmi 6 bit olsun və o əlifbada simvol sayı minimal olsun, ən kiçik olsun. Deməli, bunu necə tapırlar? 2 üstü n minus 1 üstə gələk 1. Bizim enimiz 6-dır. 2 üstü 6 minus 1 üstə gələk 1. Yəni verir bizə 2 üstü 5 plus 1-i. Bu da bizə verir 32 plus 1-i, yəni 33-ü. Yəni belə düşünün də, bilirsiniz ki 32 rəng 2 üstü 5 də 32. Orada bir pikselin həcmi 5 bitdir. Artıq 33-dən 64 də daxil olmaqla bütün hər bir rəngimiz deməli 6 bitlə kodlaşır. 64 6 bitlə kodlaşdırıla bilən ən böyük ədəddir. Amma 33 6 bitlə kodlaşdırıla bilən ən kiçik ədəddir. Yəni elə bir əlifba götürdük ki, orada bir pikselin həcmi 6 bit olsun və simvol sayı, rəng sayı ən az olsun. Yəni 33-dən başlayaraq 64-ə qədər bizdə bir pikselin həcmi 6 bitdir. Və bizdən də bu palitrada ən az neçə rəng soruşursa, cavabı 33 kimi qeyd edirik. Yəni 42-ci sualda düzgün cavab 33 olmuş. Rəngini dəyişək. Aha. Deməli 42-ci sualda düzgün cavab 33 olmuş olacaq. Yaddaş qurğuları ilə bağlı doğru fikirləri müəyyən edin. Bizdən doğru fikirləri soruşur. Video yaddaş enerjidən asılı deyil. Bu yanlışdır. Çünki video yaddaş enerjidən asılı olan daxili yaddaşdır. Baxın, video yaddaş görüntülərin ekran çıxmasını təmin edir. Nə mənada? Yəni, ekrandakı görüntüləri yadda saxlayır və monitorda biz onları görə bilirik bu sayədə. Və video yaddaşının tutumu nə qədər çox olsa, ekrandakı görüntünün keyfiyyəti bir o qədər yaxşı olar və o enerjidən asılıdır. Bu getdi. 2. Flash yaddaş daşınan informasiya daşıyıcısı olub enerjidən asılı deyil. Bu bir dənə sona qalsın, çünki bəzi bir nüans var, onu deyəcəmsə. 3. RAM emal olunan verilənlərin və proqramların saxlanılması üçün nəzərdə tutulur. Deməli, 3 doğrudur. Aktiv olan verilənlərin, emal olunan informasiyaların, prosesorun emal etdiyi informasiyaları, aktiv proqramları özündə saxlayır. Əslində, yaxşı olardı ki, hal-hazırki vəziyyətdə desin, amma prosesor emal edirsə, deməli, hal-hazırki vəziyyətdədir. 3 doğrudur. 4. Keş yaddaş əməli yaddaşa müraciəti gücləndirmək üçün istifadə edilir. Bilirsiniz ki, biz bunu dəfələrlə videolarda geniş izah eləmişik, indi çox toxunmaq istəmirəm. Bilirsiniz ki, keş yaddaş prosesorun və RAM-ın arasında yerləşirdi və bilirsiniz də, onlar arasında sanki katibə rolunu, necə deyərlər, vasitəçi rolunu oynayırdı və prosesorun RAM-a müraciətini sürətləndirirdi. Bu da doğrudur. 4. Streamer məlumatı maqnit lenti üzərində saxlayan yaddaş qurğusudur. Bu da doğrudur. Streamer bilirsiniz də köhnə toy kaseti, maqnitofon kasetidir. 6-da deyir ki, registr yaddaş keş yaddaşdan daha çox tutuma malikdir. Yanlışdır, çünki ən sürətli yaddaş registrdir. Ən aşağı tutuma malik olan yaddaş registr yaddaşdır.
Daha sonra keş yaddaş gəlir. Əksinə keş registrdən daha çox yaddaşa malikdir. Bu da yanlışdır. Əslində ikinci ilə bağlı belə bir şey demək istəyirəm ki, indi cavablar düzgün çıxsın görək nə verəcək. Əslində flash yaddaş bilirsiniz də, ROM-un yenidən daşına bilən versiyasıdır. ROM-un yenidən daşına bilən versiyasıdır və o enerjidən asılı deyil. Amma burada nəyi yazıb, nəyi səhv qeyd edib? Flash yaddaş informasiya daşıyıcısı deyil. ROM-un yeni versiyasıdır deyə o sadəcə sanki kompüterin zavod parametrlərini, BIOS-u, CMOS-u yadda saxlayır. Flash kart informasiya daşıyıcısıdır, aydındır? Bəli, flash yaddaş ROM-un yenidən dəyişdirilə bilən versiyasıdır. EPROM-dur, enerjidən asılı deyil, amma informasiya daşıyıcısı deyil. Yəni o sadəcə müəyyən məlumatları özündə daşıyır. Flash kart informasiya daşıyıcısıdır. Yəni 43-cü sualda düzgün cavab 3, 4, 5 olacaq. Belə. Nəhayət baxaq 44-ə. Kontrol panel qovluğunun pəncərəsi ekranda hansı görünüş formalarında açıla bilər? Bilirsiniz ki, kontrol panel kompüterin sanki nastroykasıdır, ayarlarıdır, parametrləridir. Və kontrol panel bizdə müəyyən kateqoriyaları özündə əks etdirir parametrləri dəyişmək üçün. Kontrol paneldə olan piktoqramların 3 dənə görünüş rejimi var. View by-dan buna baxaq. Kateqori, large icon və small icon. Yəni, kontrol paneldəki piktoqramların 3 dənə görünüş rejimi var. Kateqoridir, large icondur, bir də deməli small icondur. Baxın, bir də göstərim sizə. Kateqori large, small. Yəni, olacaq 44-cü sualda düzgün cavab 1, 2 və 3. Baxaq növbəti suala. 45. Yeni sənədin yaradılma üsullarını müəyyən edin. 1. Klaviaturadan Ctrl-N düymələr kombinasiyası ilə. Bu doğrudur. Baxın, Word açaq. File tabına gəlirik. New-dan bunu yerinə yetirə bilərik. Blank dokument deyə bilərik. Quick Access Toolbardan cəld müraciətlər panelindən New Blank Document düyməsini sıxa bilərik. Və görürsünüz Create a Document, yəni yeni sənəd yaradıb Ctrl-N klaviatura düymələri ilə bunu həyata keçirə bilirik. 2-ni göstərdik filedan New ilə. 3-də belə bir əmr yoxdur, yəni Insert-də belə bir əmr yoxdur. 3 yanlışdır. 4. Quick Access-dən göstərdim, bunu etmək olur. 5. Klaviaturadan Ctrl-M. Bu PowerPoint-də yeni slayd yaradır. 6. Home-dan new əmrini icra etməklə əslində Home tabı deyirsə, xeyr, Home tabında new əmri yoxdur. Baxın, həmin new əmri sadəcə file tabındadır. Nə Home tabında elə bir əmr var, nə də ki Insert tabında elə bir əmr var. Baxaq. Deməli, 45-ci sualda yeni sənədin yaradılması Word-da 1, 2 və 4 olacaq. Ctrl-N, filedan new, Quick Access-dən new əmri vasitəsilə. Belə, əziz tələbələr. 46-cı sual qaldı, üzrünü sayın. 46-da nədir? Uyğunluğu müəyyən edin. Device səhvi var, name səhvi var və reference səhvi var. Excel ilə bağlı bir sual tipidir. Deməli, bilirsiniz də, Excel-də düsturlarla iş zamanı müəyyən səhvlər, xətalar ekrana çıxır. Onlardan biri, məsələn, device səhvidir. Device səhvi sıfıra bölmə səhvidir. Bilirsiniz ki, riyaziyyatda sıfıra bölmə cinayətdir. Və əgər düsturda sıfıra bölmə varsa, bu səhv yaranır. 1C-dir, gəlin göstərim istəyirsiniz sizə. Baxın, məsələn, mən bura yazıram 8, burada lap istəyirsiniz 0 yazaq. Aha. Məsələn, bu xananı bölək. Dəqiqə. Bu xananı bölək digər xanaya. Baxın, C4 xanası 0-dır deyə device səhvi verəcək. Gördünüz, sıfıra bölmə zamanı yaranır. Sonra, name. Məsələn, A variantına baxaq. Deyir, proqram daxil edilmiş xana adını tanıya bilmir. Adla bağlı səhvlərdə name səhvi verir. Məsələn, funksiyanın, düsturun adını səhv yazırıqsa, xananın ünvanını səhv yazırıqsa, bu zaman bəli, name səhvi yazılır. Baxın, məsələn, tutaq ki, mən bura yazıram ki, məsələn, C2, üstə gələk, nə bilim, ne? Bu başa düşmür ki, belə bir xana var. Baxın, name səhvi verdi.
Xananın ünvanı səhv yazılıbsa, tanıya bilmirsə həmin xana ünvanına name səhvi verir. Baxın, deməyin ki, niyə müəllimə value səhvi vermədi? Əgər mən dırnaqda n yazsaydım, dırnaqda artıq bu onu hansısa bir mətn kimi düşünərdi. Dırnaqda onu mətn kimi düşünür və artıq value səhvi, dəyər səhvi verir mətn və ədədi toplandığı üçün. Amma dırnaqsızdırsa, xana ünvanı kimi başa düşə bilmir deyə onu name kimi götürür. Sonra iş vərəqində silinmiş xanaya istinad. Bu isə referens səhvidir. Baxın, tutaq ki, gəlin belə bir şey eləyək. Bunu götürək. Lap Y2 xanasına da 5 yazaq. Baxın, 8 və 5-in cəmi 13. İndi mən gəldim, bu xananı seçdim. Home tabından, sesdən, delete ses dedim. Bunu sildim. Baxın, referens səhvi verdi. Çünki mən hansısa bir düsturda bu xanaya istinad eləmişdim və həmin xananı da sildim. İş vərəqində silinmiş xanaya istinad etdiyim üçün referens səhvi verdi. D variantı. Xanada olan düsturu başqa xanaya keçirmək mümkün deyil. Burada belə bir səhv yoxdur. Bir də ada neyimə aid olacaq Y variantı. Funksiyanın adı səhv daxil edilmişdir. Bəli, doğrudur. Əgər funksiyanın adını həm də səhv də daxil ediriksə, bu zaman name səhvi də yaranır. Gəlin baxaq. Məsələn, tutaq ki, mən bura sum funksiyası yazmaq istəyirəm, amma funksiyanın adını səhv yazıram. O zaman yenə də name səhvi verir. Baxın, görəcəksiniz indi. Baxın, funksiyanın, sum'un adını səhv yazmışam deyə name səhvi verdim. Yəni, xana ünvanı və funksiyanın adı səhv yazılanda name səhvi verir. Uzun sözün qısası 46-da 1C, 2AY, 3-də B variantı olmuş olur. Baxın, görün tam bitib. Bəli, bitdi artıq. Deməli, ümid edirəm ki, sualların hər birinin izahı sizin üçün aydındır. Nəyi başa düşməzsəz mümkün qədər kommentlərdə qeyd edin, baxacağam. Normalda mən əslində daha çox geniş suallara toxunmağı sevirəm. Amma bilirəm ki, hər birinizin vaxtı çox azdır hal-hazırda və çalışdım ki, qısa, konkret, sadəcə sualın izahına yönəlim. Ümid edirəm ki, hər biri sizin üçün aydındır. Belə növbəti videolarda görüşmək üzrə. Özünüzə çox yaxşı baxın, imtahana yaxşı hazırlaşın. Sağ-salamat qalın.